Gastroezofagel reflüks xəstəliyindən əziyyət çəkən xəstələr miokard infarktı ilə daha tez-tez üzləşirlər. Today Press TV Oxu Aza istinadən xəbər verir ki, bu qənaətə Filadelfiyadakı Jefferson Einstein xəstəxanasının tədqiqatçıları gəliblər. Reflüks mədədə olanların daima qida borusuna atılması ilə müşahidə edilən xroniki xəstəlikdir. O özünü qıcqırma, tuş gərmə və döş qəfəsində ağrı şəklində piruzə verir. Amerika alimləri reflüksin ürək-damar fəsadları riskinə təsir edib-etmədiyini müəyyən etmək üçün 1,3 milyondan çox insanın iştirakı ilə 6 tədqiqatın sistematik icmalını və meta-analizini aparıblar. Təhlil göstərib ki, reflüks xəstəliyi olan insanlarda kəskin miokard infarktının inkişafı ehtimalı bu patologiyadan əziyyət çəkməyənlərlə müqayisədə 27% daha yüksək olur. Tədqiqatçıların sözlərinə görə xroniki iltihab, oksidativ stres və vegetativ sinir sisteminin işində pozğunluqlar qida borusunun daimi qıcıqlanmasının nədən ürəyin yüklənməsi ilə əlaqədar olduğunu izah edə bilər. Alimlər xatırladıblar ki, vegetativ sinir sistemi daxili orqanların fəaliyyətini idarə edir. O, daxili orqanlara bütün orqanizmin normal işləməsini təmin edən sinir impulsları ötürür. Həmçinin mədə şirəsi sekresiyasının motorikasını və aşağı qida borusu sfinkterinin tonusunu, mədə və qida borusu arasında turşunun yuxarı keçməsini əngəlləyən klapanı idarə edir. Vegetativ sinir sistemində qeyri-tarazlıq bu nəzarəti pozur. Simpatik sistemin tonusu artdıqca aşağı qida borusu sfinkteri lazım gəldiyindən daha tez-tez yumşalır. Qida borusunun peristaltikası isə yavaşıyır və bu da turşunun geriyə qaytarılmasını asanlaşdırır. Müəlliflər deyirlər ki, bu əlaqənin mexanizmlərini başa düşmək və risklərini azaltmaq üçün tədqiqatlar davam etdirilməlidir. Namiq Abbasov, Today Press TV.